Əsəbi olmuşam, bağışla. Beynim çöndü, vurdum onu. Bir çox xəstəliklərin başlanğıcı qəzəbdir. Hətta günümüzdə yollarda belə olarkən, bu əsəb və stresi yaşayırıq. Bəzən səbirli insanlara yaxşı mənada həsəd aparırıq. Səndəki səbir məndə olsaydı ifadəsini çox işlədirik. Gəlin görək, qəzəblənəndə bizim bədənimizdə nə baş verir? İnsan qəzəblənəndə beyində təhlükə siqnalı sistemi aktivləşir. Bu prosesdə əsas rolu amigdala adlı kiçik beyin hissəsi oynayır. Amigdala vəziyyəti təhlükə, haqsızlıq və ya hücum kimi qəbul edərək bədəni dərhal döyüş və ya qaçış rejiminə keçirir. Bu anda bədəndə adrenalin və kortizol kimi stres hormonları artır. Ürək daha sürətlə döyünür. Nəfəs alma sürətlənir. Əzələlər gərilir. Bədən mübarizəyə hazır vəziyyətə keçir. Lakin qəzəb gücləndikcə beynin məntiq, səbir və qərar verməyə cavabdeh olan hissəsi zəifləyir. Buna görə insan sakit düşünməkdə çətinlik çəkir. Daha impulsiv davranır, sonradan peşman olacağı sözlər deyə bilir. Özünü başqasının yerinə qoyma hissi azalır. Nəticədə emosiyalar idarəni ələ keçirir. Bir çox problemlərdən çıxmağın ən rahat yolu isə qəzəbin əksi olan səbirdir. İnsan səbr etməklə bir çox problemin həllini ağlı başında olarkən tapa bilir. Peyğəmbərimiz qəzəblənən adama bunun zərərinin qarşısını almağın yolunu göstərərək buyurmuşdur. Qəzəbləndiyin zaman sus. Qəzəb zamanı beynin müdafiə sistemi məntiqdən üstün gəlir. Buna görə ani reaksiya vermədən əvvəl bir neçə saniyə dayanmaq, dərindən nəfəs almaq və sakitləşmək insanın yenidən düşünərək davranmasına kömək edir. Peyğəmbər qəzəbi boğmaq barəsində belə buyurmuşdur. Allah dərgahında qulun Allahın razılığını diləyərək öz qəzəbini boğmasından daha böyük mükafat yoxdur. Başqa səhih bir hədisdə isə qəzəb anında özünü ələ alan adam haqda belə buyurmuşdur. Hamını yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin.